Salam, 8-ci sinif 2-ci hissədən bugünkü mövzumuz olacaqdır elm, texnologiya, həyat. Bildiyiniz kimi müasir diaqnostika üsulları dölün inkişafının erkən mərhələlərində onu müşahidə etməyə imkan verir. Hamilə qadının sağlam uşaq dünyaya gətirməsi üçün vaxtaşırı müayinədən keçməsi vacib şərt hesab olunur. Belə diaqnostika üsullarından biri, bax bu gördüyünüz cihaz kardiotoqoqrafiyadır. Bu üsulla dölün ürək döyüntülərini, uşaqlığın yığılma fəallığını və dölün hərəkətlərini birlikdə müəyyən etmək mümkündür. Bunun üçün hamilə qadın ya oturaq vəziyyətdə, yaxud da ki, yanı üstə uzanmış vəziyyətdə olaraq bu həyata keçirilir. Bu tədqiqat dölün ürək döyüntülərini eşitmək üçün, bax bu gördüyünüz kimi, sensoru onun qarın hissəsinə, qarnın aşağı hissəsinə isə uşaqlığın tonusunu müəyyən etmək üçün tokosensoru uşaqlığın yığılmalarını qeyd etmək üçün aşağı hissəsinə yerləşdirilir. Üçüncü isə hamilə qadının əlində yerləşir tokosensor. Bu isə uşağın davranışı, hərəkətlərini qeyd etməyə imkan verir. Dölün hərəkətini izləmək üçün dedik ki, sensor hamilə qadının əlində olur. Kardiotoqoqraf dölün inkişafında mürəkkəb prosesləri izləməyə, həmçinin həmin deməli qeydlərin həkim vasitəsilə Fisher şkalası üzrə qeyd etməyə imkan verir və buna görə də bal qoyulur. Həmin bal əsasında dölün vəziyyəti haqqında məlumat verilir. Belə ki, bu meyar üzrə bax gördüyünüz kimi uşaqlığın tonusunu təmin edən sensor, dölün ürək döyüntülərini qeyd edən sensor və üçüncü isə dedik ki, hamilə qadının əlində olur. O uşağın dölün hərəkətlərini qeyd etməyə imkan verir və bütün bunlar birlikdə cihazda Fisher şkalasında qiymətləndirilir. Bal üzrə, meyarlar üzrə 8-10 bal olarsa, bax burada da görürsünüz qeyd olunubdur. 8-10 bal ürək fəaliyyətinin normal olması haqqında göstəricidir. 5-7 bal dölün inkişafında ilkin pozuntu əlamətlərinin olduğu haqqındadır. 4 bal və ondan aşağı göstərici isə dölün inkişafında ciddi fəsadların olması haqqında xəbərdarlıq edir. Və bu ballara əsasən dölün inkişafında olan mənfi dəyişiklikləri asanlıqla müəyyən etmək mümkün olur və vaxtında müdaxilə etməklə onu aradan götürmək mümkündür. Bildiyiniz kimi, gələcək nəslin sağlamlığını təmin etmək lazımdır. Bunun üçün isə bax bu gördüyünüz cihazdan, yəni kardiotoqoqrafiya üsulundan diaqnostik məqsədləri üçün istifadə edilir. Bunun üçün biz elmin son nailiyyətlərindən istifadə etməklə vaxtında diaqnozun qoyulması həkimlər tərəfindən həyata keçirilmiş olur. Bu qədər. Sağ olun.